Salam, hər kəs salamlayıram. Mən bugün Real TV-də yayımlanan Ermənistanla birbaşa əlaqə adı altında yayımlanan bir proqramdan danışmaq istəyirəm. Əslində televiziya onu jurnalist olaraq təqdim etdi, amma mən Diana Karapetyanın jurnalist olduğunu kesinlikle düşünmürəm. Ola bilsin o bugün bir proqram sunur, amma qızın zaten geyimindən danışığına qədər Erməni istihbaratının adamı olduğu ortada. Ve çok ilgimi çeken bir neçə şey vardı. Mesela jurnalist Real TV'nin sunucusuydu. Yani suallarını verip cevabını alırdı. Ermənistan'da önce diyeyim ki Ermənistan'da Azərbaycan Türkçesinde yayımlanan bir program açıblar. Ve sunucunun o dırnaqarası sunucunun da dediği kimi 10 ildir bu işle məşğuldur ve 10 il önceden bir yola çıkılmış bir şeydir. Ve 10 il boyunca da ona Azərbaycan Türkçesini üniversitede öğretmeye çalışırlar. Ne kadar öğretebilirlerse zaten dinlerken hamımız bunu gördük. Ama cevapları peşekarcasınaydı. Yani bu jurnalist değil, aynı zamanda Erməni istihbaratı adından danışırdı. Devletin nəzarət etdiyi bir kanaldı, amma Qarabağa arçaq dedi. Dırnaqarası arçaq terör örgütünün adıyla bizim için o terör örgütüydü. Özünü arçaq elan edenler bir PKK kimi terör örgütüydü ve işgalçiydiler. Birleşmiş Milletler Təşkilatının 4 qərarnaməsiyle de bu qəbul olmuştu ve aynı zamanda jurnalist orada dedi ki Paşinyan belə bunun Qarabağın Azərbaycan torpağı olduğunu ve Qarabağ dediğini söylüyor dedi. Kız da cavabında belə dedi ki yani mən jurnalistəm, devletin rəsmi qurumlarıyla eyni düşünməyə bilərəm. Amma kanal rəsmi qurumun kanalıdır. Yani rəsmi qurum tərəfindən dəstəklənən bir kanaldır. Zaten devletinin mövqeyini de savunduğunu sordu ama ısrarla arçağın üzerinde dayandı. Ve buradan zaten belli medyayla xalqlar arasında ilişkiləri necə quracaqlar və diqqətimi çəkən bir neçə yer vardı, amma əsas birinin üzərində dayanacağım. Biz bilirik ki, Ermənistanda Türk və Azərbaycan deyəndə bir alerji var. Ümumiyyətlə Türkiye'də deyəndə bir alerji var toplumda. Real TV'nin jurnalisti deyir ki, siz bu kanalı sunmağa çıxarkən qorxmadınız mı? Yani hər hansı bir sorun yaşayacağınızdan qorxmadınız mı? Yani o zaten yani o Ermənistan'da yayımlandığı için, o jurnalist Ermənistan'da sokağa çıktığı için çok normaldir verilen soru ve bunu da hamı bilir. Erməni özü de bilirdi ki Erməni ictimaiyyəti için verildi. Cavabı ama çok peşəkarcasına ve çok da sinsicəsinə bir cevap verdi. Dedi ki, ha dedi çətinliklər falan filan var. Mənim dedi programın altına Azərbaycandan gəlib yorum yazıb mənə küfür edənlər və burada dolayısıyla Azərbaycanlıları aşağılayacaq. Yani Azərbaycanlılar haqqında kötü bir söz deyəcək və gəlib İrəvana qədər gəlib səni öldürəcəyiz deyənlər oldu dedi. Yani güya bu bundan qorxmuş. Yani burada belə peşəkarcasına öz xalqını yani böyle sülh sever. Yani dolayısıyla hansı suallar verildiyse Azerbaycan toplum üzerine cevap verildi ve yani bir istihbaratçıdan bir Real TV'nin bir sunucusunun aldığı müsahibə aslında onun cevabına qəşəng cevaplar da vererek peşəkar jurnalistler onu orada bir sıkıştırabilirdi ama yani üstünden keçdilər. Başa düşürəm. Sülh üçün müəyyən mənada hər sahə qolunu çırmalamalıdır. Mən də o torpaqlardanam və ora dönmək üçün səbirsizlənirəm və enində sönündə də dönməyi hədəfləmişik və bir gün mütləq dönəcəyiz. Zaten bugün də Zəngəzurla bağlı verilən açıqlamalar və enində sonunda yəni bu qaçınılmazdır. O torpaqlar bizim torpaqlarımızdır. Amma yəni İrəvanla yayımlanan bir kanalda Azərbaycan Türkçəsində yayımlanan deyilişə görə bir programda propaganda bizim topluma hesaplanıb və kendilerini mələk kimi göstərib bizim bir yeni nəsil var, liberalist takılan nəsil. Bunların üzərində oynanmaq üçün qurulan bir kanal olduğu zaten net ortada. Sülhlə bağlı, nə bilim, QHT-lərin görüşü, onların gəlməsi, bunların getməsi
Mən bunların bir nəticə verəcəyinə inanmıram, açıq deyim sizə. Bir jurnalist olaraq deyirəm ki, karşı tərəfdən peşəkarcasına, biz tərəfdən isə qeyri-peşəkarcasına, özəlliklə Avropa mənşəli ya da başqa ölkə mənşəli sivil toplum örgütləri ilə bu iş əldə edilməz. 30 il boyunca əldə edilmədi və biz bunu gördük. Bunun üçün masada, sahədə olduğu kimi masada da dəmir yumruğun olması və israrla baskı yapması şərtdir. Yoxsa yumşaq dillə Erməniyə sadəcə zaman qazandırırıq. Və bunun həm Putinlə, həm Trumpla imzalanan niyyət protokolu, arxasınca ne bileyim bir sürü olaylar. Zaten Azərbaycan Cumhurbaşkanı da zaman zaman bunu deyir və ermənilərə də yaptıklarını da unutmamamızı və güvənməməyi də tavsiyə edir. Amma ortada Rus demiş bir mutulşiklər var, düşüblər ortaya. Ne bileyim biri Amerika'dan yazır, Ermənistan'dan bu olacaq. O biri Avrupa'dan yazır, Ermənistan'dan bu olacaq. Biri Rusya'dan yazır, bu olacaq filan. Ben bu sərsəmləmələrin heç birine inanmıram. Zaten 30 yıl boyunca da Agit'in bizim başımızı qatdığı zamanlarda da biz bunu dəfələrlə dedik. Mən dəfələrlə bunu yazdım. Və dedim ki, mənim ermənilərə güvənim yoxdur və bu erməni dildən anlamaz. Zaten gazetəçilər tərəfsiz olur deyirlər. Təbii ki, hər gazetçinin, hər jurnalistin devləti onun tərəfidir. Tamam, bizim içimizdə bəzi jurnalistlər var. Azərbaycanı satmaq üçün ya da Türkiyəni satmaq üçün böyle sıraya durublar. Mən sataram nə qədər verəcəyim para. Amma karşı tərəf elə deyil. Karşı tərəf dövləti üçün ölməyə hazır olanlarla yola çıxıb. Elə bugün də biz bunu gördük. Və qızın çox peşikarcasına, yenə deyirəm, bir neçə sualda rəsmən Azərbaycanı gömməsi, əməlli başlı, düzdür o kimdir, qələt eləyir Azərbaycanı. Amma sorulan cavabı ilə Azərbaycan toplumunu sanki sülhə hazır değilmişiz kimi göstermesi ve böyle kendi ülkesinin böyle sülh kuşuymuş kimi toplumuyla bağlı. Mesela bu kanal İrəvandan yayımlanır ve qədim Türk yurdu İrəvandan yayımlanır. Əminəm ki, ermənilər mənim hər zaman videolarımı izləyirlər, hətta söyüşlər söyürlər, hətta qəzetlərində xəbər olaraq da keçir. Amma buradan bir daha deyirəm, o kanal əslində Ermənistan ictimaiyyətini sülhə hazırlamaq üçündür və Ermənistan ictimaiyyətinin hazır olan kesimini də Azərbaycan Türkçəsində bizə bildirmək üçündür. Amma zaten bizlərə bu kanal lazım değil, bilirsiniz. Bu kanal biz hamımız erməni mətbuatından istənilən halda bütün yapay zeka deyilən bir şey var. Bütün xəbərləri anında həm səsli, həm yazılı öyrənə bilirik. Amma bu propaganda kanalı Azərbaycan toplumu üzərində təpinmək üçündür. Və bunun da reklam edilməsi məncə yersizdir. Tamam ki, yenə deyirəm, sülh danışıqları lazımdır, amma bugünə qədər 30 il boyunca ermənilərlə danışıq masasına oturan QHT-lərimiz, dedim ki, mənim deyil, amma yəni elə təqdim edirik. Ne bileyim, sənət dünyası, osu busu, özellikle Azərbaycan Türkçəsində danışmayıb, özellikle Rus dilində danışan o əziklərlə bu iş tamamlanmaz. Artık bunları böyle yakanızdan alacaksınız, atacaksınız kenara, yeni bir simayla ve öncelikle Azərbaycana bağlı, vətənini sevən, devlətini sevən, Azərbaycan üçün ölməyə hazır olan kəsimlərlə. Bunlar istər jurnalistika olsun, istər qeyri-hökumət təşkilatı olsun, istər siyasi partilər olsun, istər millət vəkilləri olursun, kim olursa olsun, o alanın hamısında özellikle Azərbaycana bağlı insanlarla bunu yapmalısınız. Əks təqdirdə bir qarış belə gedəməzsiniz. Ermənilər zaman qazanıb, 5 il sonra yenidən bizimlə savaşa girib, arkasına Rusiyanı, Avropanı alıp daha acımasız qətliamlar yapar. Bu yüzden de işimizi sağlama almalıyıq.